Qida Təhlükəsizliyi Agentliyi ölkəyə ixal olunan heyvanlarla bağlı daşınma şərtlərinə dair yeni tələblər müəyyənləşdirib. Yeni qaydalarla bağlı daha ətraflı məlumatı isə bizə hazırda agentlikdə olan əməkdaşımız Nərmin Muradova birbaşa bağlantı vasitəsilə təqdim edəcək. Nərmin, salamlayıram sizə, hər vaxtınız xeyir olsun. Buyurun, sözü sizə ötürürəm. Salam Jalə, hər vaxtın xeyri olsun. Bəli, Qida Təhlükəsizliyi Agentliyi ölkəyə ixal olunan heyvanların daşınması ilə bağlı yeni tələblər müəyyən edib. Belə ki, əsas məqsəd heyvanların sağlamlığının və yoluxucu xəstəliklərin qorunması məqsədi daşıyır və yeni qanun belə ki, 2027-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək. Artıq yeni qərara əsasən yalnız beynəlxalq standartlara cavab verən nəqliyyat vasitələri ilə heyvanlar ölkəmizə ixal olunacaq. Daha ətraflı məlumatı isə Qida Təhlükəsizliyi Agentliyinin Heyvan Sağlamlığı və Bioloji Təhlükəsizliyi şöbəsinin müdürü Qalib Əbdüləliyev verəcək. Buyurun, Qalib bəy. Düzgün qeyd etdiniz ki, yeni qəbul olunan qərarın məqsədi ölkəmizə heyvanlar vasitəsilə yoluxucu xəstəlik törədicilərinin gətirilməsinin qarşısının alınmasıdır. Onu da qeyd edeyim ki, bu qərar daxili daşınmalara tətbiq edilmir. Baytarın nəzarətini gücləndirmək məqsədi ilə ölkəmizə ixal olunan bütün heyvanlar sərhəd baytarın nəzarət məntəqəsində avtomobildən düşürülür, klinik müayinədən keçirilir, lazım olduqda laboratoriya müayinəsi aparılır və ancaq onun sağlamlığına əmin olunduqdan sonra heyvanlar ölkəyə buraxılır. O faktlar da var ki, sərhəd baytarı nəzarət məntəqəsində xəstə heyvanlar aşkar olduğuna görə heyvan partiyası bütövlükdə mənşə ölkəsinə qaytarılmışdır. Bu prosesin effektiv şəkildə yerinə yetirilməsi üçün heyvanlar ancaq standart heyvan daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrində daşınmalıdır. Və hazırda da ölkəmizə ixal edilən heyvanların tam böyük əksəriyyəti bu cür nəqliyyat vasitələrində daşınır. Amma uyğunlaşdırılmış nəqliyyat vasitələrində daşınma da rast gəlinir. Buna görə də sahibkarların, bu sahədə məşğul olan sahibkarların fəaliyyətində çətinlik yaratmamaq üçün bir keçid dövrü müəyyənləşdirilmişdir ki, cari ilin sonuna kimi bütün hazırlıq tədbirləri aparılsın və 27-ci il yanvar ayının 1-dən etibarən bu tələblər tətbiq olunsun, yəni ancaq xüsusi təyinatlı nəqliyyat vasitəsində ölkəyə heyvanların daşınmasının həyata keçirilsin. Və bir şey də qeyd edək ki, qeyri-standart nəqliyyat vasitəsində heyvanların həyata keçirilməsi, daşınmasının həyata keçirilməsi risklidir. Xüsusən ona görə ki, daşınma dövründə heyvan bu və ya digər xəstəliyə yoluxa bilər, zədə travma ala bilər. Heyvanda həddindən çox stres yarandığı üçün immun sistem zəiflənməsi nəticəsində adi vaxtı patogen olmayan mikroorqanizmlər də xəstəlik törədə bilər. Biz buna rast gəlmişik ki, mənşə ölkəsində sağlam vəziyyətdə avtomobilə yüklənmiş heyvan ölkəmizə gəlib çatdıqdan sonra xüsusən respirator orqanların, tənəffüs yolları orqanların xəstəliklərinə yoluxub bunun qarşısını almaq lazımdır. Eyni zamanda bu nəqliyyat vasitələrin effektli yumaq, dezinfeksiya eləmək bəzi hallarda mümkün olmur. Ona görə də risklər yaranır ki, özündən əvvəlki partiyada daşınmış heyvandan mövcud olan sirayətlənmiş xəstəlik törədicisi daha sonra da iki partiyalardakı heyvanları yoluxdura bilsin. Bir sözlə, bu məsələ ancaq ölkəmizi xaricdən keçən xəstəliklərdən qorunması, heyvanların vasitəsilə ölkəmizə xüsusi təhlükəli heyvan xəstəliklərinin gətirilməsinin qarşısının alınması məqsədini daşıyır və bu fəaliyyətlərlə də məşğul olan sahibkara da tövsiyəmiz ondan ibarətdir ki, bu hazırlıq dövründən istifadə edərək ancaq planlaşdırsınlar ki, növbəti ildən heyvanlar standart, xüsusi təyinatlı nəqliyyat vasitələrində daşınmalıdır. Bəs Qalib bəy, yeni belə deyək, tələblərdə əsas hədəflər nədir? Əsas hədəf, yenə də qeyd edeyim ki, bildiyiniz kimi kənd təsərrüfatının inkişafı üçün geniş dövlət proqramı qəbul olunub. Bu dövlət proqramının hədəflərinin biri də odur ki, qarşımıza qoyulmuş hədəf ondan ibarətdir ki, proqram dövründə heyvandarlıq məhsullarının istehsalı artırılsın və ölkəmizin heyvandarlıq məhsulları ilə özünü təmin etmə səviyyəsi yüksəlsin. Belə olan halda düzdür, kəsim məqsədi ilə heyvanların ixalına o qədər də ehtiyac qalmayacaq. Amma heyvan ixalı məsələsi həmişə yerinə yetiriləcək.
xüsusən xüsusi genetik xüsusiyyətlərə malik yüksək məhsuldar heyvanların idxal əmrisi olacaq. Eyni zamanda ölkəmiz ticarət beynəlxalq yükdaşımalar üçün əlverişli mövqedədir və bu fəaliyyət genişləndiriləcək. Məqsəd ondan ibarətdir ki, bütün bu proseslərin hamısında ölkə daxilində olan heyvandarlıq təsərrüfatların xaricdən keçə biləcək xəstəliklərdən qoruyaq. Xaricdən olan xəstəliklər bu yükdaşımalar zamanı ölkəmizə gəlib çıxmaz. Təşəkkür edirəm ətraflı məlumat üçün. Belə Jalə, bizim hələlik bu saata çatdıracaqlarımız bu qədər. Buyurun, söz sizdədir.